the short text and choose the correct variant. Qısa mətnləri oxuyun və sualı düzgün cavabı variantı seçin. Choose the correct variant, düzgün variantı seçdiyi qeyd olunur. Welcome to Creative Art School. Yaradıcılıq İncəsənət Məktəbinə xoş gəlmisiniz. We offer a variety of art courses for children and adults, including painting, sculpture, and photography. Biz sizə şəkil çəkmə, heykəltaraşlıq və rəsm etmə kimi daxil olmaqla yetkinlər və uşaqlar üçün müxtəlif növ incəsənət kursu təklif edirik. Our courses are designed to inspire creativity and help students develop their skills. Bizim kurslarımız demək, yaradıcılığa ruhlandırmağa görə təşkil olunmuşdur ki, uşaqlara onların bacarıqlarını inkişaf etdirməyə köməklik göstərir. All materials are provided and our experienced teachers give personal guidance. Bütün materiallar təmin olunur və bizim təcrübəli müəllimlər şəxsi bələdçilik də edir. The school is open from Monday to Friday with evening classes available. Demək, dərslər, yəni məktəbi nəzərdə tutur ki, bazar ertəsindən cümə gününədək açıq olur, hansı ki, burada axşam dərsləri də mümkündür. Və biz variantlara diqqət etsək, A variantında school doesn't offer any photography courses, yəni məktəb heç bir şəkil çəkmə kursu təklif etmir. Yanlışdır, yəni təsdiqdə verilmişdi cümlədə, yəni mətndə. Students need to bring their own art materials. Şagirdlər öz incəsənət materiallarını gətirməyinə ehtiyac var. Əksinə, kursda özləri təmin edirlər. The school is only open on weekends. Məktəb yalnız həftə sonları açıq olur. Yanlışdır. Evening classes are available too. Axşam dərslər də həmçinin uyğundur, münasibdir. Düzgün cavabımız D variantıdır, çünki sonda bu haqda məlumat qeyd olunmuşdu. Teachers are not skilled in the arts. Müəllimlər incəsənət sahəsində bacarıqlı deyil. Cümlə inkarda olduğu üçün yanlışdır. Mətnə əsasən düzgün cavab D variantıdır.